Hə, burada qalmışdıq da. Səs və görüntü var. Bir dənə bunu hə yox deyin zəhmət olmasa. Bəli, bəli, burada qaldı. Hə, hə. Bəli. Yəni insanın o qorxu amilindən insanın ilk artıq etiqadları meydana gəlməyə başlayır. Yəni bu iki amil insanı artıq heyvanlar aləmindən fərqləndirdi. Amma insan get-gedə oda qarşı necə davranmağa başlayır? Heyvan əgər oddan qorxurdusa, insan bunu müşahidə edir ki, oda yaxınlaşdıqca mən üşümürəm, od olan yerdən vəhşi heyvanlar qaçır. Od olan vaxtı, axşam vaxtı ətrafı mən artıq aydın görürəm. Yəni axşam vaxtı ilk insan üçün fəlakət idi. Heç yəni görmür, eləmir. Hər yerdə təhlükə ilə üzləşə bilərdi. Və insan artıq yanan hər hansı bir ocağı, yanan hər hansı bir misal meşə yanır, oradakı budağı sürüyə-sürüyə yana-yana gətirirdi öz mağarasına və onu sönməyə qoymurdu, başlayırdı onu öz məqsədləri üçün istifadə etməyə. Bax bu oddan da bu məqsədlərlə istifadə edirlər. 1. Qidaların hazırlanmasında, 2. Ətrafın işıqlandırılması, 3. Vəhşi heyvanlardan qorunmaq, 4-cüsü isə istilik məsələsi. Və bu alt paleot insanın istifadə etdiyi od təbii oddur. İnsan odu özü əldə edə bilmir. Yalnız təbii hadisələr nəticəsində formalaşmış odu qoruyub saxlamaqla varlığını davam etdirir. Alt paleot dövrünün əsas düşərgəsi Azıq mağarasıdır. Harda yerləşir? Quruçay vadisində. Testlərdə baxın, bu kimi suallarla rastlaşa bilərsiniz. Yazar ki, Füzuli şəhəri, Füzuli rayonunda. Xeyr, Xocavənd rayonunda yerləşir. Sadəcə şəhər mərkəzi olaraq Füzuli şəhərinə daha yaxındır. Yaxın ərazidir. Necə? Füzuli şəhərinə daha yaxın ərazidir. Bəli, Füzuliyə daha yaxındır. Amma inzibati cəhətdən haranın ərazisidir? Xocavəndin ərazisidir. İndi bunun Azıq mağarasının xüsusiyyətlərinə baxaq biz burada. Ümumi 250 metrə qədərdir filan bunlar öz yerində. Ehtimal olunur ki, burada 2 milyon il bundan əvvəl artıq insan yaşamağa başlayıb. Nələr tapılıb indi burada? Tapan şəxsin adı Məmmədəli Hüseynovdur. 1960-cı illərin əvvəllərində başlayır buradakı ekspedisiya. 68-də artıq kəşflə bitir. Yəni insanın alt sənə sümüyünün kəşfi ilə bitir burada. Amma araşdırmalar bir xeyli davam edir. Yəni Sovetlərin sonlarına kimi hardasa oradakı araşdırmalar davam edir. Nələr tapılıb burada əsas məsələ? 700 min il bundan əvvələ aid olan ocaq izləri aşkarlanıb. Bu bir. İkincisi isə adi çay daşlarından hazırlanmış kobud əl çapacaqlarıdır. Kobud daş alətlərdir. Üçüncüsü nəsli kəsilmiş müxtəlif vəhşi heyvan sümükləridir. Və bu tapıntılar əsasında biz asxantropon, yəni Azıq mağarasında yaşayan adamın xüsusiyyətlərini müəyyənləşdirə bilərik. Yəni o insan təbii oddan istifadə edib, o insan daş alətlərdən istifadə edib, o insan ovçuluqla məşğul olub. Ən qiymətli tapıntı isə bax bu şəkildə gördüyünüz tapıntıdır. Qədim insanın alt sənə sümüyü. Qədimliyinə görə dünyada 4-cü yerdə dayanır. 350 təxminən 400 min il yaşı var bunun. Və bu tapıntı, yəni kifayət qədər qiymətli tapıntıdır ki, ən qədim 4-cü tapıntı artıq Azərbaycandadır. Digər ciddi tapıntılarından biri ayı kəlləsidir. Bu ayı kəlləsinin, yəni kəllə kimi bir önəmi yoxdur. Əsas bunu önəmli qılan kəllənin üzərindəki cızıqlardır. Bu cızıqlar bizə nədən xəbər verir? Bu, əgər bir insan heyvan kəlləsini mağaranın sərgəli yerinə qoyursa, onun üzərində müəyyən cızıqlar aparırsa, bu artıq dini inancı ehtiva edir. Sual çıxır meydana. Niyə insan ayını müqəddəsləşdirir? Məsələn, toyuğu niyə müqəddəsləşdirməyib? Və ya digər heyvanlar niyə müqəddəs? Niyə ayını müqəddəsləşdirib? Yenə də bunların kökündə dayanan qorxu amilidir. Çünki insandakı ilk dini etiqadlar qorxudan, acizlikdən çıxır meydana. Bayaq necə misal çəkdik? Məsələn, şimşək çaxır, boylanır ki, bunun arxasında hansı gücün olduğunu bilmir. Amma bilir ki, mən bunu edə bilmirəmsə, bunun kim edirsə, nə edirsə məndən güclüdür. Və başlayır etiqad etməyə. O cümlədən ayı da. İnsan ova çıxanda Azərbaycanda rastlaşmaqdan qaçdığı yeganə heyvan ayıdır artıq. Ona görə də ayını müqəddəsləşdirdi, ayı etiqadlar edirdi ki, kəlləsini oraya qoydu ki,
mən bununla ov zamanı rastlaşmayım. Rastlaşsaydı işi bitdi. Ümumi şəkildə biz azxantropun xarakteristikasına baxaq indi. Deməli, ibtidai dini təsəvvürü varmı? Var. Hardan bilirik? Var, ayıq kəlləsindən. İlkin incəsənət bacarığı varmı? Var. Hardan bilirik? Ayının kəlləsi üzərinə cızıq ata bilirsə, bu ibtidai incəsənət hesab edilə bilər. Nədən istifadə edir? Tapıntılardan da bayaq misal çəkdik. Çobud daş alətlərdən. Od kimi nədən istifadə edir? Təbii oddan. Süni od nədir? Bilmir, bacarmır. Təsərrüfatı nədir? Mənimsəmədir. Ovçuluqla və yığıcılıqla. Əsasən də ovçuluqdur hələ ki. Bu azxantropun. Alt paleolit dövrü bitdi. İndi kimin alt paleolitlə bağlı sualı varsa, qaranlıq qalan məqam varsa, mikrofonu açsın, sualını versin. Salam müəllim. Salam, salam. Bu Kəlbəcərdə bu Zar mağarasında alt paleolita aiddir də yəqin ki, oradan tapıntı olub, yoxsa o nətə? Ümumiyyətlə alt paleolit dövrünə aid tapıntı ümumiyyətlə alt paleolit dövrünə həyat yalnız Quruçaydadır. Hələ Zarda deyil. Zarda artıq keçəcək əsasən orta paleolit dövründə insanlar daha geniş ərazilərə yayılırlar axı. Amma alt paleolit dövründə həyatın kökəni əsasən Quruçaydadır. Orta paleolit dövrünə keçdiyimiz zaman artıq orada zardır, qazmadır, daş silahlıdır, azıqdır, tağlardır. Həyat artıq o ərazilərə yayılmağa başlanır. Ona görə də biz alt paleolit dövrünün əsasən azıq mağarası üzərindən öyrənirik. Sağ olun. Siz də sağ olun, minnətdaram. Sonra növbəti dövrümüzə keçək, orta paleolit dövrünə. Orta paleolit dövrü azıq mağarasının bitdiyi vaxtda, yəni 100 min il bundan əvvəldən başlayır, ta ki gəlir 35 min il bundan əvvələ kimi davam edəcək. Orta paleolit dövrünün insanı da kimdir? Neandertal insandır burada. Artıq insan bir tık təkmilləşir. Bacarıqlı insana Neandertal insanı müqayisə edək. Neandertal insanda şuurlu ovçuluq var. Neandertal insanda bəzi insani xüsusiyyətlər əldə edib. Şəfqət, sevgi, duyğuları var. Bacarıqlı insan heyvan kimi bir insandır. Bunu ancaq və ancaq maraqlandıran yesin, içsin və həyatda qala bilsin. Bacarıqlı insan ulu icmasının xəstə üzvləri və ya şikəst üzvləri bunlara qətiyyən icmada saxlamaq istəmirdi. Çünki bunlar icma üçün yük idi, icmaya heç bir qatqısı yox idi. Bunlar bacarıqlı insanlar üçün hazır yeyənlər idi. Neyinirdi bacarıqlı insan bunu? Bunu atırdı, saxlamırdı. Neandertal insanda görürük amma, əksinədir. Neandertal insan öz icmasının xəstə üzvlərinə, yaşlı üzvlərinə artıq qayğı var. Sonra, Neandertal insanın artıq bax burada yayılmağını biz görürük. Xəritədə biraz yerlər sürüşüb, onun üçün üzrlü sayın. Əsasən 5 istiqamətdə yayılma var burada. Azıqda həyat yenə olduğu kimi qalır. Azıqdan artıq həyat yayılır qazmaya, yəni Naxçıvana, Zara, tağlara, bir də Qazaxdakı daş silahlıya. Qazaxdakı mağarada diqqətli olun. Çünki Qazaxda 2 dənə mağara var, daş silahlı və damcılı. Daş silahlı adı uzun olan orta paleolitə aiddir. Damcılı isə orta daş dövrünə aiddir. Bəzən bu orta sözü müəllimləri çaşdıra bilir. Orta daş, orta paleolit. Orta daş, yəni mezolitə aiddir damcılı. Orta paleolitə aiddir isə daş salaqlı. Od məsələsi. Bax bir şey, burada bir haşiyə çıxaq. Tarixdə heç bir kəşf, heç bir tapıntı bekarçılığın məhsulu deyil. Məsəl üçün, belə bir problemli situasiya qoyaq biz ortaya. Nəyə görə odu bacarıqlı insan yox da Neandertal insan kəşf etdi? Məsələn, arqument qoya bilərsiniz ki, Neandertal insan daha inkişaf etmiş insandır bacarıqlı insana nisbətdə. Xeyr, inkişaf etmişdi, amma həyat şərtləri dəyişmişdi. Neandertal insanın 100 min il əvvəl yaranan vaxtı yer üzərində buzlaşma dövrü də başlayır paralel olaraq. Yəni, insan donurdu. İnsan təbii odun ümidinə qala bilməzdi.
Əgər bu buzlaşma bacarıqlı insan dövründə olsaydı, bacarıqlı insan məcbur olub həmin o süni odu kəşf edəcəkdi. Ona görə də süni odun kəşfi orta paleolit dövrünə təsadüf eləyir. Necə kəşf edir? Quru ağac parçalarını filmlərdə gördüyümüz, məsələn, bir insan adaya düdüşür, orada ocaq yandırmaq istəyir. Quru ağac parçalarını bir-birinə sürtməklə və ya çaxmaq daşlarını bir-birinə vurmaqla süni odu əldə edir burada. Orta paleolit dövründə Neandertal insanın istifadə etdiyi əmək alətləri və məşğuliyyətlər hansıdır burada? Məsələn, vulkanik şüşəni biz alt paleolitin sonunda artıq yaratdıq. Təbii ki, bu mövcudiyyətini orta paleolit dövründə davam etdirir. Testdə qarşınıza çıxarsa alt və orta paleolitin ümumi cəhət vulkanik şüşədən istifadə. Doğrudur. İnsanlar iti uclu silahlar hazırlayırlar, Neandertal insan. Bu da heyvanı, daha doğrusu bu həmin o iti uclu olan daşlardır və ya vulkanik şüşə olsun. Bunu ağacların ucuna bağlayırlar ki, heyvanı uzaq məsafədən nizə ilə, və nizənin ilkin variantı hesab edə bilərik bunu, nizə ilə heyvanı uzaq məsafədən ovlaya bilsinlər. Digər qaşovlardan, primitiv qaşovlardan istifadə var. Göndəri işləmələrində istifadə var. Burada paradokslar çıxır meydana. Biz axı göndəri işləməni biz götürürdük Neolit dövrünə. Bunun orta paleolitdə nə işi var? Primitiv formada olsa da var, amma bir peşəkar insanlar peşəkarcasına göndəri işləmədə Neolit dövründə istifadə edirlər. Amma primitiv variantı orta paleolit dövründə görünür burada. Xırda kəsici alətlərdən istifadə eləyirdi həmin bu Neandertal insan. Ovladıqları heyvanlar hansıdır? Mağara ayısı, maral, vəhşi at, dağ keçisi. Əsasən bu heyvanları ovlayırdılar, amma ümumi 25-dən çox heyvan növünün sümükləri aşkarlanmışdı. Bayaq saydığımız 5 mağarada qazma, zar, azıq tağlar, bir də daş silahlıdır. Dini inanclarda artış var. Təbiət qüvvələrinə inamın formalaşması və axirət dünyasına inamın yaranması. İnsan ilk dəfə ölümdən sonraki həyata, insanın öz varlığını ölümdən sonra davam etdirməsinə orta paleolit dövründən başlanılır. Amma bu inanışın dərinləşməsi mezolitdə olacaq. Yəni yaranma orta paleolitdədir, formalaşma orta daşdadır, yəni mezolitdədir. Bax, bu yaranma, formalaşma anlayışlarında biraz diqqətli olaq. Çalışacağıq ki, testlərdə də bu anlayışları, qarışıq məqamlar ki var, bu anlayışları daha da möhkəmləndirək. İndi müqayisə edək bir dənə burada. Düz elə biz ağıllı insana keçməmişik hələ. Bir ümumi şəkildə üzərindən keçək. Alt, orta, üst paleolit. Görürsünüz burada hər dövrün özünün insanı var. Alt paleolitin insanı bacarıqlı insandır. Orta paleolitin insanı Neandertal insandır. Üst paleolitin insanı isə Homo sapiens, ağıllı insandır. Texnologiyalarına baxsaq, alt paleolitin insanı, yəni bacarıqlı insan kobud çapacaqlardan istifadə edir. Od kimi təbii oddan istifadə edir. Orta paleolitin insanı isə çaxmaq daşıdır, obsidiandır, süni oddur. Bunlar buna aid olan xüsusiyyətlərdir. İcmalarda diqqətli olaq. İki insanın icması, sosial quruluşu ulu icmadır. Alt paleolit və orta paleolit. Üst paleolitdə isə artıq qəbiləni biz meydana gətirəcəyik. Növbəti slaydda ona baxacağıq. Mənəviyyatlarına baxdığımız zaman isə bacarıqlı insanda yalnız instinktlərdir, başqa heç nəyə yoxdur. Yalnız və yalnız instinktlərdir. Məqsədyönlü fəaliyyət yoxdur. Şuurlu fəaliyyət yoxdur. Orta paleolitdə isə axirətə və təbiət qüvvələrinə inam formalaşır. Daha doğrusu təbiət qüvvələrinə inam meydana gəlir, axirətə inam meydana gəlir burada. Buna ehtiyac yoxdur. Keçdi indi üst paleolitə. Üst paleolitə keçməmişdən öncə alt paleolitlə bağlı suallarınızı alaq. Kimə nə qaranlıq qalıbsa, buyursun, orta paleolitlə bağlı suallarını versin. Davam ediyor o zaman. Üst paleolit. Orta paleolit nə vaxt bitdi? 35 min il bundan əvvəl.
Bax indi burada üst paletu bitirəndən sonra testlər ünvanlayacağam ha sizə. Ona görə dərsə diqqətlə qulaq asaq, analiz edək. Nə kimi anlaşılmaz məqam varsa, mütləq onu sual kimi mənə qaytarın. Üst paleot dövrü də 35 min il bundan əvvəldən başlayacaq, ta ki 12 min il bundan əvvələ qədər. Yəni mezolitin başladığı vaxta qədər. Üst paleolit dövrü. Üst paleolit dövründə nələr baş verir? Birincisi, orta paleolit dövründə olan o buzlaşma ki var, buzlaqlaşma. Başlayın. Hə. Bu orta paleolit dövründə olan buzlaşma üst paleolit dövründə bitəcək. İqlim mülayimləşəcək. Artıq həyat şərtləri yavaş-yavaş düzəlməyə başlayacaq. Və istiləşmə olduğuna görə artıq insanlar yavaş-yavaş mağaralardan çıxacaqlar, qazmalarda və ya primitiv formada inşa edilmiş yerüstü komalarda yaşamağa başlayacaqlar. Bu artıq yavaş-yavaş təbiətin insanın lehinə işləməsini göstərir. Və bu dövrdə təbii ki, Homo sapiensdir, ağıllı insan. Ağıllı insanı əvvəlki insanlardan fərqləndirən ən əsas xüsusiyyət ondan ibarətdir ki, artıq ağıllı insanda məqsəd yönlü fəaliyyət var. Əsas məsələ budur, şuurludur. Yəni belə primitiv müqayisə etsək, ağıllı, tam ki, bacarıqlı insan meşədə gəzir, qabağına bir ağac parçası çıxır, bunu əlinə götürür, orasına baxır, burasına baxır, mən bunu necə istifadə edə bilərəm? Qarşıma bir heyvan çıxanda başına vurdum, onunla da özümü müdafiə edə bilərəm. Ağıllı insan amma eyni situasiya ilə rastlaşan zaman artıq bu əmək alətindən bir dəfə istifadə edir, ondan sonra fikirləşir, mən bunu necə təkmilləşdirə bilərəm? Niyə mən bunu məsələn heyvana 5 dəfə vururam ölür? Necə edə bilərəm ki, bir dəfə vurum ölsün? Belə bir duyum var ağıllı insanda. Ona görə yavaş-yavaş ağıllı insan hər şeyi təkmilləşdirmə meyli içərisindədir. Və üst paleolit dövründə üç dinamikanın inkişafını biz görürük. Əməkdə. Əməkdə insanlar daha mürəkkəb əmək alətləri düzəltməyə başlayır artıq. Məsələn, salların burada var, sallar. Çayın bir sahilindən üzüb digər sahilinə keçmək üçün insanlar ağac gövdəsinin suda batmadığını görür və onları bir-birinə bağlamaqla üstünə çıxıb bir sahildən digər sahilə keçə bilirlər. Amma təsəvvür edək, bir dənə indi gülünc misal olsa da, həmin dövrdə Araz çayının şimalında yaşayan bir insan, tutalım ki, Arazın cənubuna keçmək istəyirsə, orta paleolit dövründə keçə bilmirdi. Getməli idi, Türkiyə ərazisinə fırlanıb oradan gəlməli idi. Amma üst paleolitdə insan artıq bu salları düzəltməklə artıq qısa yoldan bir sahildən digər sahilə keçə bilirdi. Şuurun inkişafında artıq insanlarda analiz qabiliyyəti inkişaf edir. Məqsədyönlü fəaliyyət, məsələn, adi o salların düzəldilməsi də insanın analiz qabiliyyətinin bir məhsuludur. Yəni, tutalım ki, bir ağac gövdəsi suda batmır. İnsan çıxır üstünə, batır. Deyir ki, qoy bunu 2-dən eləyim, 3-dən eləyim, 5-dən eləyim. Sayını artırır, amma insan onun üstünə çıxıb görür ki, yox, batmadı artıq. Bu, məqsədyönlü və analiz etmə qabiliyyətinin inkişafının nəticəsidir. Və bütün bunlar hamısı öz fonunda yavaş-yavaş səsli və rabitəli nitqi meydana gətirəcək artıq. İnsanların ilk ünsiyyət vasitəsi kinetik ünsiyyət idi. Əl, qol hərəkətləri idi. Üst paleolitin əvvəllərində bu qırıq-qırıq səslər oldu. Sonradan artıq yavaş-yavaş formalaşmış bir cümlələrə, nitqə çevrilməyə başladı bu. Ağıllı insan özünə belə bir sual verir. Mən niyə mənə qohum olmayan insanlarla bir yerdə yaşamalıyam? Xeyirullah. Və başlayır özünün nəslini formalaşdırmağa. Kim mənim soyumdandır, kim mənim soyumdan deyil. İndi burada belə bir problemli situasiya var. Soy necə hesablanmalıdır? İnsanlar həmin dövrdə soyu ana xətti ilə hesablayırlar. Səbəb, çünki qadının mövqeyi kişidən güclüdür orada. Kişinin bir dənə işi var. Səhər-səhər durdu tutalım, nizəsini atdı çiyninə, getdi bir dənə ceyrandan, cüyürdən ovladı, gətirdi atdı mağaranın ortasına, missiyası bitdi bunun. Amma qadın işi hansıdır? Ocağı qoruyub saxlamaq. Sual verə bilsə, bu ocağı qoruyub saxlamaq nə mənə şeydir axı? Yəni bu süni od var da, süni od axı var. Bu ocağı niyə qoruyub saxlayırlar axı? Bir şey yadda saxla ki, süni od var, tamam, amma kibrit yoxdur. Nə bilim, daha asan yolla insanlar od qalaya bilmir. O quru ağac parçasını bir-birinə sürtmək, nə bilim, o saatlar alan bir şeydir o.
və ya çamaqdaşın bir-birinə vurmaqla. İnsanlar o əziyyətə bir daha qatlaşmamaqdan ötürü elə süni şəkildə də əldə etdiyi odu qoruyub saxlamağa daha meyilli idilər. Qadın bundan əvvəl uşaqların qayğısına qalırdı, yığcırıqla məşğul olurdu və s. və ilə axır. Əmək yükü qadınlarda çox olduğuna görə nəsil ana xətti ilə hesablanır artıq. Və ona görə də bu quruluş qəbilə quruluşu və ana xaqanlığı adlanmağa başlayır. Yadda saxlayaq, qəbilə quruluşu ilə ana xaqanlığı paraleldirlər. Eyni vaxtda yaranırlar, eyni vaxtda dağılırlar. Çünki bunlar bir-birini tamamlayan ünsürlərdir. Tunc dövrünə kimi bunlar ikisi də davam edəcəklər. Artıq xışın kəşfi ilə kişinin əməyi qadın əməyinin önünə keçəcək və bununla da artıq qəbilə və ana xaqanlığı bitmiş hesab olunacaq. Qadının rollarını bayaq qeyd etdik biz. Burada da ümumi vizual şəkildə də görürsünüz. Üst paleolit dövründə həmçinin digər xırda əmək alətləri də meydana süngü, bıçaq, biz, qarmaq, iynə. Bu kimi əmək alətləri də üst paleolit dövrünə aid olan əmək alətləridir. Bir daha ümumiləşdirsək, sallar, süngü, bıçaq, biz, qarmaq, iynə. Bunlar üst paleolit dövründə əldə olunmuş əmək alətləridir. Bax, burada salları siz görürsünüz indi. Çayın bir sahilindən digər sahilinə keçmək üçün istifadə olunan ağıllı insan tərəfindən düzəldilmiş alət idi. İbtidai incəsənətin inkişafını görürük. Daş və sümük üzərində işlənmiş incəsənət nümunələri meydana gələcək burada. Daş və sümük üzərində işlənmiş ibtidai incəsənət nümunələri. Baxın, burada bir şey diqqət edin. İbtidai incəsənətin meydana gəldiyi dövr alt paleolitdir. Amma daş və sümük üzərində işlənmiş incəsənət nümunələrinin meydana gəlməsi bunu üst paleolit kimi götürürük. Ortada bir məntiq varmı? Yoxdur. Yəni, ibtidai incəsənət nədir? Daş və sümük üzərində işlənmiş incəsənət nümunələri nədir? İbtidai incəsənəti insanlar alt paleolit dövründə incəsənət nümunəsi hesab etdiyimiz ay kəlləsi üzərindəki cızıqdır. Nəyin üzərindədir? Sümüyün üzərindədir bu. Amma deyir ki, üst paleolit dövründə daş və sümük üzərində işlənmiş incəsənət nümunələri. Absurdluqları çoxdur ibtidai incəsənət quruluşunun. Ona görə də bir neçə detal ki var, onu ilə əzbərləməklə yadda saxlayaq ki, imtahanda o sıxıntını biz yaşamayaq. Paradoksları var. İndi yeri gəldikcə həmin o paradoksları çalışdığım qədər izah etməyə çalışacağım. İndi ümumi şəkildə müqayisə edək burada. Mənimsəmə təsərrüfatı və bu üç dövrün üçünün də alt paleolitində, üst paleolitində, orta paleolit, bunların hamısında ortaq bir təsərrüfat forması mənimsəmədir. Çünki insanların həmin dövrdə məşğuliyyətinə baxmalıyıq biz. Yığcılıq və ovçuluq. Yığcılıq və ovçuluqda birbaşa mənimsəmə təsərrüfatının tərkib hissəsi olan məşğuliyyətlərdir. Və bu üç dövrün içində nələr baş verdi? İnsanlar xaotik şəkildə yaşamdan çıxıb, artıq qohumluğa əsaslanan bir cəmiyyət formalaşdırdılar. İnsanlar artıq texnologiyada inkişaf etdilər. Bayaq sallar misalı bura bariz nümunədir. Bu insanın analiz qabiliyyətinin nəticəsi idi və səsli nitq. Bunların üçü artıq üst paleolit dövrünün zirvəsi hesab olunur. İndi keçdik testlərə. Növbə sizdə, top sizdə. Kimdən başlayaq indi bir dəqiqə? Görək kimdən? Ayaz müəllim, sizdən başlayaq. Bu testi zəhmət olmasa bizə izah edin. Təbiət hadisələri və vəhşi heyvanların aciz qalan və qədim insanların yaşamaq ondan mübarizə müəyyən məntiqləri səbəb olmuşlar. Aralarda ünlüğün ilk ömrü təbii arasında təbii cümlələrine var. Mən C variantı gəldi buradan. Təbii yoddan istifadənin mənimsənilməsi, qorunması, kollektiv müdafiə vərdişlərinin yaranması. Bəli, tamamilə doğrudur. Yəni, əlverişli təbii şərait, vəhşi heyvanların hücumları baş verir. Buna məcbur olan insanlar körtəbii ilk kollektivlərdə birləşirlər
və bunun nəticəsində də artıq insanlar özləri üçün kollektiv müdafiə vərdişləri formalaşdırılır. Tamamilə doğrudur. Məsələn, burada bax, ardıcıllığa baxsaq, A bəndi qan qohumluğuna əsas nəsli icmanın formalaşması. Yəni, ardıcıllıq olaraq bunlardan sonra baş verir. Amma bunlarla heç bir bağlılığı yoxdur. Səbəb-nəticə əlaqəsi yoxdur. Bu kimi testlərdə biz ardıcıllıqda xronoloji ardıcıllığı qorumaqla yanaşı səbəb-nəticə əlaqəsini də biz saxlamalıyıq. Məsələn, baxırıq burada axirət dünyasına inam. Bunlardan sonra da, amma bunlara bir dəxli yoxdur. Mikrootdan istifadə, mezolot dövrü, bunlardan sonra da amma bir dəxli yoxdur. Amma burada əsas məsələ, birinci açarımız budur ki, xronoloji cəhətdən bunlardan sonra olsun. Bu bir, təməl şərtdir. Ən önəmli şərt isə səbəb-nəticə əlaqəsinə bağlı olsun. Səbəb-nəticə əlaqəsinə yalnız uyğun olan C bəndidir. Təbii yoddan istifadənin mənimsənilməsi və kollektiv müdafiə vərdişlərinin yaranması tamamilə uyğun gələn variantdır. Növbəti kim var görək? Samirə xanım, eşidirsinizmi bizi? Sizin mikrofonda problem var idi. Bəli, eşidirəm. Düzəltdim müəllim. Düzəltdim. Bu sualı bir də bizim üçün izah eləyin. Bağlılık dövründə cəmiyyətin sosial strukturuna baş verən köklü dəyişikliklərin birinin kəskin Y variantı, Qurucay mədəniyyətin tənəzzül və ilk səsli etki yaranması. Yox, sual biz birinci bax, testlərdə bizim işimizi 50%-ni həll edən şərti birinci anlamağımızdır. Deyir ki, üst paleolit dövründə cəmiyyətin sosial strukturunda baş verən köklü dəyişikliyin fundamental səbəbi hansı inkişaf faktoru ilə birbaşa bağlıdır? Yəni, üst paleolit dövründə baş verən hər şeyin səbəbi nədir? Nə inkişaf etdi ki, üst paleolitdə o cür yeniliklər meydana gəldi? Burada düzgün cavab B-dir. Ağıllı insanın yaranmasıdır. Üst paleolit dövründə var olan hər şey ağıllı insanın məqsədyönlü fəaliyyətinin nəticəsidir. Başa dəyişməz. Cavab B bənd. Məsəl üçün, baxırıq burada A bəndirə baxsaq, iqlimin kəskin istiləşməsi, ibtidai əkinçilik. Üst paleolitdə bunlar yoxdur, bu getdi. C bəndinə baxırıq, ibtidai insanların süni odu kəşf etməsi, nəticəsində mağaralardan kənara çıxa bilməsi. İnsanın süni odu kəşf etməsi mağaradan çıxmasına hələ səbəb deyildi. Əlaqəsi yoxdur. Çaxmaqdakı dəvə gözündən kəsici iti uclu alətlərin kütləvi şəkildə hazırlanması uydurma variantdır bu, istifadə edilib, amma bunun cəmiyyətin inkişafı ilə bir əlaqəsi yoxdur. Y-də isə Quruçay mədəniyyətinin tənəzzülü və ilk səsli nitqin yaranması, Quruçay mədəniyyətinin tənəzzülü ilə bağlı bir maddəyə rast gələ bilmirik. Ona görə bu da uydurma variant hesab olunur. Bunu Elnarə xanım, bu sualın da şərhini sizdən istəyəcəm mən, buyurun. Elnarə xanım, eşitdinizmi bizi? Bəli, eşidirəm, suala baxmayın. Burada mənim ardıcıllıq istəyir. Uyğunlaşdırma. 1, 2, 3-ü yuxarıda verib, aşağıda mağaraları verib, mağaraları yuxarıdakından uyğunlaşdırmalıyıq. D variantıdır. Quruçay mədəniyyətini xarakterizə edən C-nin arasında qaldı. Baxaq indi bir-bir. Quruçay mədəniyyətini xarakterizə edən ən qədim ocaq izləri hansı mağarada tapılıb? Quruçay mədəniyyətində bizim yadımıza hansı mağara düşməlidir? Qarabağın Quruçay vadisi. Azıqdır. Azıqdır. Amma o birindəki neydi o? Qazaxdakı isə damcılı daş salahlıdır. Naxçıvandakı hansıdır? Qazma. Qazma, bəli. Doğrudur.
1-ə olacaq 1-ə C, 2-yə olacaq A, 1-ə C, 2-yə A, 3-ə də B, Y. A bəndi. A bəndi. İndi keçdik mezolitə biz. Mezolit dövründə nələr baş verdi? 12-ci minillikdə üst paleolit dövrü bitdi və onun yerində mezolit dövrü, yəni orta daş dövrü meydana gəlməyə başladı. Mezoliti biz Azərbaycanda 2 yerdən öyrənmişik. Biri Qobustandır, biri də Qazaxda yerləşən o damcılıdır. Xəritə burada yenə sürüşüb, o 3-cü quyruqda olmalıdır Qazax Gürcüstan istiqamətində, onu düzəldərik sonra. Qobustan və Damcılıda. İndi nə baş verib bu mezolitdə? Birincisi mikrolit əmək alətləri. Mezolit, mikrolit. M. İkisi də M hərfi ilə başlayır. Bunu bir dəfəli əlaqələrini yadda saxlayın. Mikrolit nədir? Mikro kiçikdir, litos da daşdır. Yəni kiçik daş alətləri. Ağıllı insanın belə bir tendensiyası var. Yəni biz həmişə istəyirik ki, istifadə etdiyimiz əmək alətləri daimi kiçilsin, amma funksiyası böyük olsun. Baxın, bir 10 il əvvəlin televizorlarına baxın, indinin televizorlarına baxın. 10 il əvvəlin, 15 il əvvəlin telefonlarına baxın, indinin telefonlarına baxın. Həmişə insan biraz estetika meyillidir, xüsusən ağıllı insan. Və bu dövrdə sümükdən, daşdan hazırlanmış alətlərdə kiçilmə hiss edirik, lakin funksiyası geniş. Məsələn, iynə. Ən kiçik bunlardan iynə. Amma iynə nə boyda işlər görürdü orada? Toxuculuqda filan və s. Və indi burada biz alt paleolit dövrünün əsas hadisəsi nə oldu? Bacarıqlı insanın meydana gəlməyi. Orta paleolitin ən mühüm hadisəsi Neandertal. Üst paleolitin ən mühüm hadisəsi ağıllı insan. Bu dövrlərdə baş verən hər şey bunların əsəridir. Mezolitdə isə hər şey ox və kamanın əsəridir. Ox və kaman nələrə səbəb olur? Birincisi, insan müşahidə edir. Küləkli havadır, ağac əyildi, başını yerə qoydu, külək dayandı, ağac yenidən əvvəlki vəziyyətini aldı. Və bunu başlayır insan öz məqsədi üçün istifadə etməyə. İnsan ox və kaman nəticəsində bir, heyvanı uzaq məsafədən ovluyur. Sürətli şəkildə ovluyur. Daha çox heyvan ovluyur. Daha çox heyvan ovladığına görə insan heyvan balalarını öldürmür. Dar gününə saxlayır. Ona qulluq eləyir. Bu nədir artıq? Heyvandarlığın primitiv versiyasıdır. Biz indi öz misal üçün həyətimizdə niyə heyvan saxlayırıq? Onu nə vaxtsa ya kəsib yeyəcəyik, satsaq da satdığımız adam onu keçdi, kəsib ətə çevirəcək. Yəni o heyvanın axırı nədir? Ətdir. Mezolitdəki bu ağıllı insan da belə eləyirdi. Daha çox heyvan ovladığına görə heyvan balasını öldürmürdü, dar gününə saxlayırdı. Nə vaxtsa mən heyvan ovlaya bilməsəm, onu kəsib yeyərəm. Bu, heyvandarlığın primitiv versiyasıdır. Və insan həmin bala heyvanları küz deyilən yerlərdə, qamışdan hörülmüş, küz deyilən yerlərdə qoruyub saxlayırdılar. Və həmin heyvan artıq təbiətdən qoparıldıqca, yavaş-yavaş o heyvanda nə baş verdi? Əhəlləşmə baş verirdi. Bu da nədir? Maldarlıqdır. Amma deyilir ki, bu ibtidai maldarlıqdır. Niyə ibtidai maldarlıqdır? Çünki insan hər heyvanı əhəlləşdirə bilmir. İnsan sadəcə bilir ki, heyvan əhəlləşə bilər. Amma hər heyvanın əhəlləşmə mexanizmi var. İnsan məntiqi bilir, amma profesional deyil. Ona görə də qeyd olunur ki, bu ibtidai maldarlıqdır. Hələ formalaşmış maldarlıq deyil. Və ya əkinçilikdə olsun. Qadınlar müşahidə eləyirlər ki, toxum torpağa düşdü, yağış yağdı, günəş çıxdı, cücərir. Bu da deyirlər ki, ibtidai əkinçilikdir. Niyə ibtidai əkinçilik, ibtidai sözündən istifadə olunur orada? Çünki insan məntiqi tutub. Məntiq nədən ibarətdir? Toxum torpaqda yağış və günəş nəticəsində cücərir. Amma hər toxumun əkilmə vaxtı var, hər toxumun biçilmə vaxtı var. İnsan yenə də deyir, məntiqi bilir, amma profesional deyil. Ona görə də deyilir ki, ibtidai əkinçilik, ibtidai maldarlıq. Ox və kamanın digər müsbət cəhəti oldu ki, insanın həyat təhlükəsizliyi artdı. Yəni, insan heyvanı daha uzaq məsafədən ovluyurdu və yaxın təmasda olmurdu artıq. Yaxın təmasda olmadığına görə təhlükələrdən artıq uzaq olmuş olurdu burada.
Və burada qeyd olunur ki, istehlakdan, yəni mənimsəmədən artıq istehsala keçid başlayır. Bayaq dediyimiz həmin o ibtidai əkinçiliyi və ibtidai maldarlıqla artıq istehsala yavaş-yavaş keçid başlayır burada. Bu istehsal təsərrüfatı ilə bağlı söz oyunlarında diqqətli olaq. Nədir söz oyunları? İstehsal təsərrüfatı yarandı. Neolit. İstehsal təsərrüfatı yaranmağa başladı. Mezolit. İstehsal təsərrüfatı formalaşdı. Neolit. İstehsal təsərrüfatı formalaşmağa başladı. Mezolit. İstehsal təsərrüfatına keçid başladı. Mezolit. İstehsal təsərrüfatına keçid başa çatdı. Neolit. Təbiət qüvvələrindən, təbii sərvətlərdən istifadə üsulu formalaşdı. Neolit. Formalaşmağa başladı. Mezolit. Yəni, bitmə varsa, son nöqtə varsa, bu neolitdir. Amma yaranmağa başladı, formalaşmağa başladı, keçid başladı. Bunlar hamısı mezolitə aiddir. Bu söz oyunlarına diqqətli olun. İlk əhəlləşən heyvan itdir. Niyə itdir? Çünki it həmin dövrdə insan məskəninə ən yaxın yaşayan heyvan idi. İnsanın tullantılarıyla, qida tullantılarıyla, sümüklərlə qidalandığına görə insana məskəninə daha ən yaxınlaşan heyvan it idi. Və iti insan əhəlləşdirib, başlayır ovda istifadə etməyə, ovda ovladıqları heyvanların gətirilməsi və s. və ilaxır bunlardan istifadə etməyə. Mezolit dövründə həmçinin qayğılar var. Ağacların içini oymaları, indi Qobustan məsələsinə də gələcək burada. Bir də geyim məsələsi burada da var yenə. Göndəri işləmə faktoru burada da var. Qobustan məsələsinə gələyində burada Qobustanda nə təsvir olunub? Ov səhnələri təsvir olunub, yallı rəqsi təsvir olunub. Bu iki əsas faktordur. Bir də gəmi əsas məsələ. Burada da Tur Heyerdalın məşhur bir ifadəsi var ki, Azərbaycan gəmiçiliyi meydana gəldiyi ən qədim diyardır. Sırf həmin o gəmi təsvirlərinə görə o bu ifadəni işlətmişdi. Bayaq orta paleolit dövrünü keçəndə xatırlayırsınızsa biz qeyd etdik ki, axirət dünyasına inamın yaranması orta paleolit dövrüdür. Amma axirət dünyasına inancın dərinləşməsi, formalaşması orta daş dövrünə, yəni mezolit dövrünə aiddir. Hardan bilirik bunu? Qobustandan aşkarlanmış o qəbirdən. Qəbirdə nə aşkarlanır? Fikir versəz, həmin qəbirdə əşyalar var. Bir insan qəbirə niyə əşya qoysun? İnanır ki, bu insan öldükdən sonra həmin əşyadan istifadə edəcək. Bu artıq nədir? İnsanın artıq axirətə inancının tamlığıdır. İnsan əmindir ki, artıq, yəni öz qiymətli nəyinsə o ölü ilə bir yerdə dəfn etdirirsə, artıq inamı tamdır ki, bu insan, biz bu insanı bastırdıqdan sonra, dəfn etdikdən sonra diriləcək və bundan növbəti aləmdə istifadə edəcək. Bu artıq axirət dünyasına inancın artmasının qəti şəkildə göstəricisidir. Burada keçid var. Keçidi biz burada görürük. Bir tərəfdə paleolitdir, ən sağ tərəfdə neolit, mezolit isə ortada bir keçid dövrü belə deyim, rolunu oynayır. Nədir burada? Mezolitə keçid dövrü qılan nədir? Əsas inqilabi kəşfi bildiyimiz kimi ox və kamandır və keçid formalaşdıran isə əkinçilik və maldarlığın əsasının qoyulmasıdır. Əsas məsələ budur. Əkinçilik və maldarlığın əsasının qoyulması artıq bir növ insanları bir növ arxayınlaşdıracaqdır. Çünki insan artıq təbiətdən asılı olmaq o deməkdir ki, yəni sənin təminatın yoxdur. Gələcək təminatın yoxdur artıq. Bu anlama gəlirdi o. Amma sənin əkinçilik və maldarlığın özü məşğul olduqdan sonra artıq insan özü öz təminatına uyğun istədiyi qədər əkib biçə bilirdi artıq. Özü qulluq edə bilirdi artıq. Neolitə keçdi artıq. Neolitə keçməmişdən öncə mezolitlə bağlı sual olan varmı? Mən bir şey deyim bu. Mikrolit daşlar var. Bu Anar İsayev'də yoxdur. Yəni mən orada qarşıma çıxmayıb o. Hansı daşlar? Yeni 25-26'da yəni o kitab. Hansı daşlar müəllim? Mikrolit daşı, mezolit. Mikrolit. Bildim. Onsuz da mən bu Burada yəni 25-26'nın
Onsuz da mən bu slaydı dərsdən sonra PDF halında qrupa da atıram, videonu da atacağam. Yəni bu PDF-in özü də slayd kimi qrupa yükləyəcəm. Orada hamısı öz əksini tapacaq. Yəni həm vəsaitdən oxuyun, həm də ki hansında birini tamamlayan şey varsa, onu artıq belə deyim də tamamlayacaqsınız siz özünüz. Burada bir şey var, vəsaitdə yoxdur, vəsaitdə bir şey var. Bu burada yoxdur, artıq bunlar bir-birini tamamlayacaqlar. Narahat olmayın. Neolit dövrü 8-6-cı minillikləri əhatə edən. Biz indiyə kimi paleolit dövrünü öyrəndik, mezolit dövrünü öyrəndik və keçdik artıq neolitə. Nədir bu? Neolit, neo, yeni. Litos daş, yəni yeni daş dövrü. Nə baş verdi bu yeni daş dövründə? Birincisi Azərbaycanda haralardan öyrənmişik. Ağcabədidə Kamil təpədir. Tovuzda Göytəpədir. Qobustanda yenə həyat olduğu kimi mezolitdən orada başlayan həyat neolitdə də davam edir burada. Naxçıvan, Qarabağ, Gəncə zonasıdır. Bir də Təbriz ətrafında biz neolit dövrünü öyrənmişik. Neolit dövründə nə meydana gəldi? İstehsal. Bax, istehsal meydana gəlməyə başladı mezolit, meydana gəldi neolit. Sonra məşğuliyyət. Ən önəmli sahə Mənim bir budur. sorusunu sizdən Buyurun, olar. Elə bir ki, istehlakdan istehsala keçid dövrü olurdu, mezolita keçəndə. Elə Mezolitdə istehlakdan istehsala keçid başlayır. hə, onu bilmək istəyirdim. Başa Hə. çatır Onu bil- neolitdə. Aha. Neolitdə başlayır. Hə. Bəli. Hə. Oldu. Yəni bu bitmə faktorlarının hamısı neolit dövrünə aiddir. İstehsal təsərrüfatı yarandı. Neolit. İstehsal təsərrüfatı formalaşdı. Neolit. Amma istehsal təsərrüfatı yaranmağa başladı. Meydana gəlməyə başladı. Formalaşmağa başladı. Bunlar hamısı mezolitdir. Bitmə faktorlarının hamısı neolitə aiddir. Neoliti neolit edən əkinçilik və maldarlıqdır. İnsan artıq əkinçilik və maldarlığa daha geniş şəkildə yiyələndiyi üçün keçdilər oturaq həyata. Bundan əvvəl necə insanlar oradan ora köçəri idilər ancaq. Daim məskənlərini həyat şərtlərinə uyğun dəyişirdilər. Niyə? Çünki təbiətdən asılıdırlar. Bugün gəlib misal üçün atıram da, misal üçün cənub meşələrində məskunlaşıblar. Sabah bir ildən sonra orada misal üçün heyvanlarda bir azalma müşahidə olundu. Artıq öz yerlərini dəyişməlidirlər. Amma neolitdə belə bir sıxıntıları olmur artıq. Çünki insan özünə lazım olan heyvanı özü saxlayır, özü bəsləyir, özünə lazım olan əkini özü əkir. Təbiətdən artıq heç bir asılılığı yoxdur. Ona görə də oturaq həyata keçə bilir. Oturaq həyatın göstəricisi nədir? Əkinçilikdir. Sən burada əkini əkib köçə bilməzsən ki. Maldarlıq amma köçərliyə uyğundur. Misal üçün, köçmək istəyirsən, mal-qaranı qatdın qab-qabağına, hara istəyirsən get. Sıxıntı yoxdur da. Əkinçilik varsa amma mütləq orada oturaqlıq var. Və bu oturaq məskəni ifadə eləyir. İnsanlar harda məskunlaşırdılar? Çay kənarında. Fikir versiniz, antik sivilizasiyalara baxdığımız zaman görürük ki, ancaq və ancaq insanlar haralarda məskunlaşırlar? Su mənbələrində. Şumerlərə baxaq, Dəlzə Fərəd çayında, Misirlər Nil çayında, Hunlar Orxon və Selenqa çayında, Azərbaycan Kür və Aras çayında, Hindistan Hind və Qanq çayında, Çin Xuanxə və Yansızı çayında. Yəni insan su mənbələrinə yaxın olan ərazidə məskunlaşırdılar mütləq. Bu dövrdə ən mühüm kəşflərindən də biri dulusçuluqdur. İnsanlar gil palçıqdan müəyyən belə deyim alətlər hazırlayırlar, qablar hazırlayırlar və onu bişirirdilər. Həmin qablar bişən vaxtda artıq saxsıya çevrilirdi. Bu sənət kimi hansı sənətdir? Dulusçuluqdur. Bu dövrün insanları əkinçilikdə toxadan istifadə edirdilər, biçində isə oraqdan istifadə edirdilər. Bu dövr toxadan istifadə edilsə də bu dövrün əkinçiliyi toxa əkinçiliyi dövrü kimi xarakterizə edilmir. Baxın, həm neolit dövründə, həm eneolit dövründə toxadan istifadə var. Amma toxadan ən geniş istifadə eneolitdə olduğuna görə həmin dövrün əkinçiliyini toxa əkinçiliyi dövrü kimi xarakterizə olunur.
Eneolitin toxa əkinçiliyi dövrü kimi xarakterizə edilməsi neolitdə toxadan istifadə edilməməsi anlamına gəlmir. Hər ikisində toxa mütləq ki var. Sadəcə bir dənə fərq odur ki, eneolitdə daha geniş istifadə edilmişdir. Orağı görürük biz burada. Tovuzda Göytəpədən tapılmış oraq. Heyvan sümüyüdür və heyvan sümüyünün içərisini oyub kəsici alət kimi çaxmaqdaşının qəlpələrini yerləşdirirdilər və ondan insanlar oraq kimi istifadə edirdilər. Tovuzda Göytəpə əsasdır burada, Ağcabəddə Kamiltəpə əsasdır. Neolit dövrünü öyrənməyimiz üçün. Neolit inqilabı dediyimiz hadisənin fonunda çox yeniliklər var. Məsələn, biz əkinçiliyi və maldarlığı qeyd etdik, duluzçuluğu qeyd etdik, amma burada çoxdur yeniliklər. Baxaq indi onlara. Misal üçün, bax, burada toxuculuğun meydana gəlməsi var. Toxuculuq əslində əvvəllər də var, amma peşəkar sənət sahəsi kimi neolitdə də bu, toxuculuq. Göndəri işləmə, daş işləmə, sümük işləmə, daşların deşilməsi, cilalanması, bunların hamısı neolit dövrünə aiddir. Bax, burada görürsünüz, daşı misal üçün çox səliqəli formada deşiblər, həmçinin daşı da cilalayıblar. Bu bizə misal üçün çox belə rahat şəkildə söz kimi deyə bilirik, amma həmin dövrün cilalanmış daşı həmin dövrün çox qiymətli bir zərgərlik məmulatı hesab olunurdu. Çünki onun üzərində əməlli başlı bir zəhmət xərcləyirdi insanlar. Və bunların hamısı ümumilikdə nəyi təşkil edir? Neolit inqilabını. Duluzçuluğun meydana gəlməsi, toxuculuğun, daşların deşilməsi, cilalanması, göndəri işləmə filan, bunların hamısı bir yerdə neolit inqilabının sütunlarını meydana gətirir. Neolit ilə bağlı sıxıntısı olan varsa, sualı olan varsa buyursun. Sonra keçək eneolitə. Mənim orada bir alət var idi, adını yazmışdınız, İ. O da burada Bəli, gördünüz. iyi. Hə, o da sap düzəltmək üçün xüsusi bir alət idi. Bəli, bu Onda da toxuculuqda istifadə olunur, bəli. Hə, o da həmin dövrdə, neolit dövründə inkişaf eləmiş bir Bəli. Bu bilirsiniz məsələdir. nədir? Bizdə misal üçün deyirik iynə qıyıq. Var sizin Yox, tərəfdə o ifadə iynə qıyıq? mən özüm Lənkəran zonasındayam. Bizdə bax o İ deyilən alət var. O alətdə elə bir ki, qoyunun yunundan düzəldirlər də, sap formasında əyirirlər, belə deyək. Bəli. Lif isə lif kimi bir sıra belə deyim materiallardan istifadə edilir. Siz dediyiniz kimi yundan da lif kimi istifadə edirdilər. Bitkidən də istifadə edirdilər. Heyvanların damarlarına kimi, nə bilim o heyvanın müxtəlif orqanlarına kimi belə onlar kimi, sap kimi istifadə edirdilər insanlar. Eneolit dövrünə. Eneolit nədir? Eneos, mis, litos, daş. 6-4-cü minillikləri əhatə edir bu dövr. Bu dövrün əsas kəşfi nədir? Misdir. Niyə misdir? Çünki mis bir təbiətdə asan rast gəlinir. Filiz halındadır torpaqda. Onun xüsusi şəkildə emalına ehtiyac yoxdur. Ona görə ilk kəşf olunan metal məhz mis hesab olunur. Nəyə görə mis daha tez kəşf edildi? Bunun səbəbkarı duluzçulardır. Duluzçuluq bildiyimiz kimi neolit dövründə meydana gəlir və neolit dövründə müəyyən bir gildən qablar hazırlanırsa o bişirilməlidir. Bişirilmə də yüksək temperatur tələb edir. Həmin o yüksək temperatur zamanı belə bir hadisələr baş verirdi ki, o gilin tərkibində filan müəyyən qatqılar başlayırdı əriməyə artıq. Əriyirdi, maye halına düşürdü və çox sürətli şəkildə bərkiyirdi. Bu insan üçün artıq bir yaşıl işıq idi ki, bu böyük bir tapıntı idi insan üçün. Necə? O sizin bağışlayın, sizin səsiz getdi. Biz ondan qabaq dediyiniz şeyləri biz eşitmədik. İndi aydın gəlir səsim. Hə, indi gəldi. Hə. Amma bayaq səsiz eşitmədik. İnsanların misi kəşf etməsinin əsas səbəbi o idi ki, bunun səbəbkarı duluzçulardır. Çünki həmin o gili duluzçu bir şəxs həmin gili bir formaya salıb bərkiməsi üçün müəyyən yüksək temperaturda bişirməli idi. Həmin bu temperatur zamanı elə olurdu ki, həmin gilin tərkibindəki filiz halında olan mis əriyirdi.
əriyirdi, yəni maye halına düşürdü və çox soyuyan vaxtı çox sürətli şəkildə bərkiyirdi. Bu insan üçün yəni necə deyim, önəmli bir şeydir ki, bunu asanlıqla istənilən formaya salmaq mümkün idi. Və başlayır insan bundan istifadə etməyə. Nə kimi? Təbii ki, birinci insan bundan çalışacaq ki, silah kimi falan bu kimi şeylər düzəlsin, amma uğurlu olmayacaq. Keçəcək indi o hissələr. Birinci baxa görək haralardadır bu mislər ümumiyyətlə. Mis əsasən Gədəbəy, Daşkəsən və Qarabağın dağlıq hissəsindədir. Məsələn 19-cu əsr gəldiyimiz zaman o mislə bağlı olan zavodlar falan görəcəyik ki, hamısı elə bu zonadadır. Çünki bu zonanın ərazisi mis filizi ilə zəngindir. Təbii ki, bu Qobustandakı həyat yenə də davam eləyir. Mezolitdə orada məskunlaşan insanlar, Neolitdə də oradadılar, Eneolitdə də oradadılar hələ də. Həyat orada qaldığı yerdən davam eləyir hələ. Bu dövrün evlərinə baxaq. Bu dövrün evləri çiy kərpicdəndir. Bünövrədən sona kimi çiy kərpicdən inşa olunur. Dairəvidir. Dairəvi şəkildə inşa olunurdu. Erkən Tunc dövrünə keçdiyimiz zaman biz görəcəyik ki, Erkən Tunc dövründə də evlər dairəvidir. Amma Eneolit dövrü evlərindən yeganə fərqi odur ki, bünövrədə daş var. Bünövrəsi daşdır, yuxarısı yenə çiy kərpicdəndir Erkən Tunc dövründə. Eneolit dövrü evi ilə Erkən Tunc dövrünün evin fərqi yalnız budur. Eneolitdə sıfırdan sona kimi çiy kərpicdir, Tunc dövründə təməli daşdır, yuxarısı çiy kərpic olaraq qalır yenə də. Döşəmə kimi isə insanlar qamışdan hörülmüş həmin o həsirdən istifadə edirdilər bu dövrdə. Əkinçilik və maldarlıq insanların əsas məşğuliyyət sahəsi olur. Birinci dərəcəli məşğuliyyət sahəsinə çevrilir. Bu dövrdə bütün bizə məlum olan indiki tanıdığımız nə qədər ev heyvanı varsa, hamısı əhliləşdirilir və heyvanların əhliləşdirilməsi başa çatmış olur. Digər mənimsəmənin sahələri olan ovçuluqdur, balıqçılıqdır, bunlar artıq ikinci dərəcəli məşğuliyyət sahəsinə çevrilirlər burada. Ana xaqanlığı. Ana xaqanlığı bu dövrdə artıq hələ də öz aktuallığını qoruyub saxlayır. Onunla paralel olaraq qəbilə icması da hələ də öz aktuallığını qoruyub saxlayır. Hələ də qadın qəbilənin bir növ necə deyim, qəbilədə olan əmin-amanlığın, bərəkətin birbaşa simvolu hesab olunur hələ də. Düzdür, Eneolitin sonlarında yavaş-yavaş artıq bu zəifləməyə başlayacaq, amma ümumi Eneolit dövrü kimi xarakterizə etsək, hələ də öz aktuallığını qoruyub saxlayır. Mis, bax, bayaq dediyimiz kimi, gil qab düzəldən usta bunun artıq onun tərkibində müəyyən filizlərin əriməsini görür, əriyir və sürətli yeni forma alır və başlayır artıq bunlardan alətlər düzəldilməyə. Amma silah düzəldilməməsi, bərk alətlərin düzəldilməməsi insanları biraz məyus edir. Ona görə də hələ də daş alətlər cəmiyyətdə üstünlüyü davam edir. Misdən imtina etmirlər. Təbii ki, burada gördüyünüz iynədir, bizdir, qarmaqdır və digər bəzi əşyaları filan misdən düzəldirlər. İnsan artıq metalın təbiətini tutub. Metal istiqamətində insan öz araşdırmasını davam edir. Amma Tunc dövrünə gəldiyimiz zaman görəcəyik ki, artıq insan bu misin tərkibinə müxtəlif mərgümüş, sink, nikel, qalay qatırlar və artıq daha güclü bir, daha bərk bir metal olan tuncu əldə edəcəklər erkən tunc dövründə. Dediyimiz kimi mis buna görə uzun müddət davam edə bilmədi. Ona görə daş alətlər cəmiyyətdə hələ də öz üstünlüyünü qoruyub saxladı. Çünki mis yumşaq idi və ondan hər hansı bir əmək alətinin düzəldilməsi əlverişsiz idi. Sənətkarlığın inkişafına baxaq burada. Sənətkarlıq inkişaf edir. Bayaq dediyim misal üçün evin içərisinə həsirin sərilməsi sənətkarlığın nümunəsidir. Saxsı qabların düzəldilməsi, bitki lifindən, heyvan yunundan istifadə Neolitdə olduğu kimi burada da davam edir. Bayaq misdən bax burada gördüyümüz əmək alətlərin hazırlanması, iynə, biz, qarmaq və s. burada da hələ ki davam edir. Sənətkarlıq da yəni inkişaf etmiş bir sahə hesab olunur. Dəfn adətlərinə gəldiyimiz zaman isə Eneolit dövründə insanlar, qəbristanlıqlar deyilən bir anlam yoxdur. İnsan ya evin içərisində dəfn olunurdu, iki evin arasında dəfn olunurdu və ya
kəndin içərisində, məscənin içərisində dəfn olunurdu. Məsələn, biz indi baxdığımız zaman nəyin şahidi oluruq? Məsələn, xüsusən də kənd rayon yerlərində qəbirstanlıq həmişə kənarda olur. Düzdür, şəhər yerində bu çatışmazlığa görə biraz bu uyğun olmur, amma kənd və rayon yerlərində həmişə qəbirstanlıq kənarda olur. Bu erkən Tuncudan bəri başlayan bir adətdir. Amma Eneolt dövründə belə deyildi. Ölü evin içərisində, iki evin arasında və ya kəndin daxilində dəfn olunurdu və cavan ölən şəxsin cəsədinin üzərinə qan rəmzi olan oxra səpirdilər. Ki, hardasa bu adətdə fərqli formada müasir dövrümüzdə də var. Allah hər kəsdən uzaqlasın. Məsələn, cavan şəxs vəfat edən zaman qırmızı parçadan istifadə olunur. Onun məzar daşında, qəbrin üstündə örtülməsində və s. və ilaxır. Qırmızı rəngdən istifadə olunur və qırmızı rəng ilə qədim dövrdən bəri qan rəmzi hesab olunur. Bu dövrün inanclarına baxdığımız zaman ofsunları, sehr və caduların meydana gəldiyini görürük burada və bunu təsdiqləyən xüsusi qayaüstü rəsmlər də var burada. Məsələn, Qobustanda var ki, insanlar ova çıxmamışdan öncə həmin o heyvan rəsmlərinin önündə bir ritual həyata keçirirlər. Nizələrini həmin heyvan rəsmlərinə tuşlayırlar, müəyyən ritual həyata keçirir və ondan sonra ov etməyə başlayırlar ki, bununla da həmin günü insanların ovlarının uğurlu olacağına inanırlar bir növ. Yəni, sehr, cadu, ofsunlar, bunlar Eneolt dövrünə aid olan xüsusiyyətlərdir. İndi müqayisə edək Neolit ilə Eneolt. Tuncu saxlayaq, çünki bugün biz Tuncu keçməyəcəyik. Neolit və Eneolt dövrlərinə baxsaq, Neolitdə əkinçilikdir, amma yəni ilkin əkinçilik belə deyim formalaşır. Eneoltda isə bu daha da inkişaf edir. Neolitdə də anaxaqanlıqdır, Eneoltda da anaxaqanlıqdır. Eneoltda isə anaxaqanlığın belə deyim pik həddidir. Neolitdə metal yoxdur, yalnız daşdır. Eneoltda metal olsa da təsərrüfata zəif mövqe tutur, çünki yumşaq olduğuna görə, kövrək olduğuna görə daş alətləri üstələyə bilmir burada. Ümumi şəkildə indi baxaq, yekun olaraq Eneoltdan qalan nədir? Daimi oturaq həyat. Oturaq həyata keçid Neolitdədir, amma insanların daimi oturaq həyatda ümumiyyətlə öyrəşməsi, formalaşması Eneolt dövrünə aiddir. Çünki niyə? Əkinçilik və maldarlıq insanların birinci dərəcəli məşğuliyyət sahəsi olmasına görə. Metallurgiyanın, metal işləmənin təməli atılır mislə. Bir də dəfinlər, dəfin formaları, evin içərisində dəfin, həm də ki, oxra dediyimiz məsələ. Bunlar Eneolt dövründən ta ki, bizim günümüzə kimi gəlib çıxmış olan miraslardır. Bu oldu bizim ümumi daş dövrümüz. İndi kimə nə qaranlıq məqam qaldı? Kim nəyi